Bir daha vaxtınız xeyir olsun değerli futbol severleri. Dirçəliş günə həsr olunan mini futbol turnirindəyik. Çox maraqlı bir qarşılaşma Milan MFK ilə Milan Futbol Klubu ilə Şuşa PFK arasında, yəni Şuşa Peşikar Futbol Klubu arasında mübarizə təqdim edirik. Göy-gümdə çıxış edir Şuşa, rəqibi Milan isə bir üzəyi rəngdə demək olar. Heyətlə sizə tanış eləyək. Qapıda Şuşa klubunda Əli Kərimovdur, ehtiyat qapıcı Məhməd Aliyazlı, 16 Fatih Əliyev, 13 Nurhan Abbazadə, 2 Yusif Həsənli, 14 Yusif Əhmədlidir, 17 Əli Süleymanovda, 15 Süleyman Zeynallı, 11 Fərhan Salahov, 4 Bilal Əlizadə, 5 Hüseyin Qəhrəmanov, 7 Cavadxan Quliyev, 20 Səccad Əliyevdir, 9 İkram Əmirli, 18 Kənan Quliyev, 10 Nihat Sadıqov və komandanın məşqçilər korpusunda Adəm Əskarovla Əlibala Ağayev yer alır. Klub prezidenti isə Güləli Bağırovdur. İcraçı direktor Anar Qarayev. Bu oyunu istəşər edir. Mən Tural İskəndərov Meydana TV kanalının rəhbərim. Şuşa klubu ilk hücum əmləsi eləyə bilər. Out yönetiləcək Şuşa. Ali sen olsun. Növbəti out. Bu dəfə Milan. Ama yox, son toxunuş Milan oyuncusundan idi. Şuşada qalıb top. Ket qabağına. Bravo Alişka. Ay yolda çarşı. Milan hücuma. Şuşa klubu yenidən top ələ keçirir. Uzaqdan çərçivəyə doğru və qal kiberdə qaldı top. Zərbən müəllifi Fatih Əliyev idi. Növbəti out Şuşa. Tez oyna. Maladi. Yenə uzaqlardan yoxlayır Fatih və iki cəhətdə top qal kiberdə qaldı. Koyma yere dersin. Bravo sana. Pas oyna. Milan oyuncusuna qarşı burada qayda pozulur. Cərmə zərbəsi. Ali devam et Ali. Qapıya doğru bir xeyli məsafə var demək olar. Meydanın mərkəzindən standart vəziyyət yerinə yetirəcək Milan. Nura. Getto. Lakin canlı sətdə də iki Şuşa oyuncusudur yəni hal-hazırda. Qapıda isə Əli Kərimov diqqətli olmalıdır. Birbaşa çərçivəyə və Əli Kərimov yumruqladı. İkinciden zərbə. Alırıq Ali, alırıq. Bravo, stop. Sık. Out Milan. Ortaya Nurhan. Milan indi də isə gün zərbəsi yerinə yetirməlidir hakimin fikrincə. Nurhan, kaçta. Süleyman, son nömreye. Sık uçla. Ardıcıl ikinci gün zərbəsi. Ali, yatma. Uzaqdan çəkməyə doğru Əli Kərimov.
tamamilə düzgün mövqedeydi. Ekran. Şuşanın hücum əlləsi olacaq ama irəli uzun ötürmə. Burada isə Milanın müdafiəçiləri hücumun kəsərini xeyli azaltdılar. Qayda pozulur və cərimə zərbəsi. Nurhan ver. Nurhan Abbaszadə topun arkasındadır. Ali. 13 nömrəli oyuncu. Qapıdan zərbə ilə top oyuna daxil ediləcək. Nurhan. Ali gel. Ali. Ortaya yakın. Yenidən top Şuşa klubunda. Ekran. İkinci zərbəsi Şuşa. Süleyman git. Süleyman git. Nurhan. Kal ortada. Fatih. Süleyman'a. Fatih çok meşgul ya. Süleyman. Arkada dur Süleyman. Çok girme. Satsat kaydan topa bak. Fatih Əliyev ikinci zərbəsini özü yerinə yetirəcək. Ötürmə verildi. Hop bir. Uzaqdan zərbə cəhdi var və top qapının bir xeyli üstündən keçdi bu dəfə. Zərbənin müəllifi isə Səccad Əliyev idi. 20 nömrəli oyuncu. Fatih birinci top. Birinci top. Ali. Milan hücumu təhlükəli ola bilər. Əli Kərimov Ali. vaxtında topa çıxış edir. İkinciden zərbə Milan Futbol Klubu. Nura. Çox sayılı azərkeşlər də bu qarşılaşmanı, bu turnirin qarşılaşmalarını diqqətlə izləmək üçün Hop. tribunalardadılar. Fürsətdən istifadə edərək təşkilatçılara və hər kəsə dərinə minnətdarlığımızı bildiririk. Yine out yerinə yetirməlidir Milan. Ali kaydı arkaya. Danış. Fatih. Nurhan düş arkaya Ali. Hissən isə artıq 8 dəqiqəsi arkada qalıb. Hələ ki hesab açılmayıb. Milan hücumu. Vur. Qapıya doğru zərbə cəhdi var və top orada. Milan klubu qarşılaşmada hesabı açır. Elə 8-ci dəqiqəyə təsadüf etdi bu gol. Milan 10 nömrəli oyuncusu hesabı açdı. 1-0. Milan öndə. Сразу сек, sıkıcı, sek! Buna bak, harap. Şu an hücumu. Fatih tez oynadan Fatih. Yeniden top Milan klubunda. Karşıla Süleyman arkaya gitme. Çerçeveye doğru ve Əli Kərimov əl oynayır. Süleyman. Ay Süleyman. Out Milan. Oyna. Növbəti out. Yoldaş açık. Şuşa. Hakim. Yoldaş açık. Eşat. Tuncay. Hissənin sonuncu dəqiqəsi oynanılır. 10-cu dəqiqə. Növbəti out'u Şuşa yerinə yetirir. Artık iyi. Qabağa. Sağ. İki. Siliyor. Süleymandan geriyə Əli Kərimov. Gel. Hakimin qərarı. Oyun başı hakimi 2 hissəni bitirdi. Şuşa 0, Milan 1. Bir dakika pas.
İkincisi də yenə hər bir salınırıq. İlk hissənin nəticəsini sizə xatırladaq. Milan 1, Şuşa 0 eləcəsə. Şuşa hücumu. Out Şuşa. Tepes. Şam. Şimdi saniye Yusuf. Ferhan. Out'u Kenan Quliyev yerinə yetirir. Ver Burak. Koy Burak başlasın. Get özün. Ama yox, 16 nömrəli oyuncu Fatih Əliyev out'u yerinə yetirəcək. Arkaya yok, kabağa vur. Növbəti out Şuşa. Ay yoldaş açık. Ona dönüp ben şöyle etsinler da. Sən də saxla. Davam etdirmələr oyunu. Out'u Şuşa yerinə yetirir. Növbəti out Şuşa. Lakin son toxunuş Şuşanın oyuncusundan meydan aşağına tərk etmişdi və yenə out'u arcıl olaraq Milan yerinə yetirir. Bravo Kenan. Kenan. Out Şuşa. Get. Hücum əmrəsi. Şuşa klubundan Qalkiperə qədər qayıtdı top. Kezana. Yenə də Milan klubu topladı. Karşıla. Ferhan karşıla. Fatih. Ay Yusuf get de niye kabağına kalsa? Var ötürməsi əlam. 18 nömrəli oyuncu Kenan Quliyev və top son olaraq elə özünə meydan aşağına tərk etdi. Out Milan. Ali. Əli Kərimov. Ali. Növbəti out Milan. Eline götürdü Ali. Əsas vaxtın son 7 dəqiqəsi. 7 dəqiqədən azca çox vaxt qalıb. Qapıya orada bir zərbə və Kabağa işte. Kenan. Kabağa. Yusuf. qapıdan zərbə ilə top oyuna daxil edilir. Dəqiqələrdə təzyiqi artırmaq zamanıdır. Ferhan'ın sana aç Fatih. Növbəti out Milan. Kezana Şuşa get. klubunun hücum əmləsi ola bilər. Topu 2 nömrəli oyuncu Yusuf Həsənlidə idi. Divar ötürməsi İkramla yaxşı alınır. Yenidən top Kezana Şuşa klubunda. Ali niye koysan çıksın Ali? qapıdan zərbə ilə top oyuna daxil ediləcək. Her şey yıkılır. Saklama onu. Yok altı yerde. Ali özün Ali. Boyuna göre. Növbəti zərbə cəhdi Milandan və toxunuş var idi. Kritik toxunuş sonrası gün zərbəsi qazanır Milan. Sen Murat böyle kişi sen kal. Baba. Tutar. O ben tutacağım. Ali bıkıt Ali. Tez başla Fatih tez. Top qapının üstündən keçdi. Çox təhlükəli gün zərbəsi yerinə yetirildi. Ay Yusuf. Gel kabağa. Kenan. Geçti İkram. Birinci top. Aa, arkaya yok. Evet. Altına kal. Alırım. Selam, Out. Milan. Şuşanın təhlükəli hücum ola bilər. Kenan.
Top Milan klubuna geçti. Arkaya bak. Ötürmə qeydəyik, qapıdan zərbələ topanı daxil edəcək. Ferhan gel, Yusuf gel. Əvəz etmələr edir Adəm Əskarov Şuşa klubunun baş məşqçisi. Cavab. Sona 5 dəqiqə qalmış. Əvəz etmələr var. Ya, orta oynayırsan yarım müdafiə. Cavab, çıxa bağa. Düzgün tutsa. Getdi. Qorxma. Çıxa. Soldan oynayırsan. Out Şuşa. Hem müdafiə, hem hücum. Başla, Nihat qal otur. Geldi. Əlini al, əlini al. Əli Kərimov topladı. Şuşanın qalkiberi. Hop, cavab. Haydi Cavad topladı. Yetinəməli oyuncu Cavad Quliyev. Rafael doğru zərbə də cəhdi var idi, amma düz qalkiberin üzərinə getdi. Ardından isə Out Şuşa. Süleymanat içəri, İkram gir içəri. Hop, 1-2. Vurması. Kənan təhlükəli zonadan çıxdı top. Hətta aşırma vuruş cəhdi və Əli Kərimov qapısına diqqət edib. Getdik, Cavab. Cavab. Bravo. Hop. Şu anda bir hücumu. Aşırma vuruş və top qapıdan aralı keçdi. İkram Əmirli 9 nömrəli oyuncu diqqət mərkəzinə gəlir, lakin hesab dəyişmədi. Bizim verendir. Düş, Nihat biraz, Nihat. Düş. Ortaya yakınlaş. Orta boş olmasın. Düş biraz, Kenan. Verecek. Hop, Kenan. Prinsiye darla. Kenan Çık olsun arkasında. Kamuoylaşıyla oynuyor. Ayak oyna. Kaptı. İkram, giriyor şu Zavad'ın yanına. İkram. Son 3 dəqiqə. Yəni az bərabərlik golunu vurmaq lazımdır qarşılaşmada. Və bunun üçün səylərini göstərir Şuşa. Bravo. Oynuyoruz. Kalk oyna. Kalk oyna. Kalk oyna. Yavaş bırak. Alırıq. Sık. Korkma. Oy pasa bak. Skor aldı vaxtında komandalaşlarının səhvini Süleyman Zeynallah. Yenə top Milan klubundaydı, yenidən Şuşaya qayıtdı. Şuşa komandası əks şansı eləyə bilər. Cavadxan top istəyir. Sultan Ucu. Ötürmə sağ cinatda verildi və toxunuş var, out Şuşa. Dur İkram, dur. Son 2 dəqiqə. Haydi İkram, haydi. Bir bu. Aşağı yamal oyna. Yaxşı, yaxşı. İkram. Fatih. Benim bura. Hop, Şanan. Top yenidən Milan klubunda. Hay yamal. Aldıra kaçırıyor. Kemudan geldi. Ay. Oyna. Qarşılıqlı top itkilər var. Qabaq oyna. Gel, Sabah. Cavadxan indi sürətlənir, top qalkiberdən. Out Şuşa. Fatih. Gel. Süleyman. Kalırsan tekrar baba. Ya. Sonuncu dəqiqə əsas vaxtda. Artıq start götürdü. Səddət, gedirsin başda. Üçüncüdən dəymə, al. Başla içəri. Qapıya doğru zərbə indirmək lazımdır. O bucağı elə ki tapmaq çox çətindir. Daha bir cəhd. Top qapıdan aralı geçdi. Olsun, bu oyunu məğlub olsalar da hələ qrupda daha bir neçə oyunlar var. Şuşa komandasının hələ çempionluğa şansı çoxdur. Aferin. Boştu ver. Rıza. İkinci zərbəsi Milan. Sabah oyna, Sabah.
Cavad topladı. Yaxşı Cavad, yaxşı dayanma. Out. İkram. Get, Qabağa Salih. başla, qabağa başla, qabağa Out başla. Milan. Kaçak, kabağa get. Sonuncu hücum şansı. Oy maladet. Get, get. Evden sana. Ha, boşdu qabağından, bura. Başa-başa kimi ümumi maçı bitirdi. Təəssüf Milan 1, Şuşa 0.